Onun böyük ürəyi var idi, olduqca həssas qəlbli idi. Məndən fərqli olaraq bütün ağrıları daxilində çəkirdi. Nə atasına, nə anasına, nə ailəsinə danışırdı. Ancaq mənə danışırdı. Bu sözləri əməkdar artist Tahir İmanov Söhbət Var proqramında danışıb. Aktyor ötən il sentyabrda qəfil ürək tutmadan dünyasına dəyişən qardaşı əməkdar artist Cabir İmanovdan danışıb. O bildirib ki, Cabir İmanov ölümünü əvvəldən hiss edib. Gecə zəng vurdu ki, işdən əvvəl görüşək, dərdləşək. Ölümünə bir həftə qalmış Şuşaya getdik. Bəstəkar Süleyman Ələsgərovla bağlı 3 ildir film çəkirik. Zəng vurdu ki, Şuşa çəkilişini nə vaxta salırsan? Cavab verdim oktyabrda. Qayıtdı ki, əvvələ sal. Qorxuram sonra çatdırmaram. Ömrünün sonunu hiss edirdi. İkinci fakt, bizim övladlarımız filmdə çəkilib. Cabirin oğlu Süleyman Ələsgərovun uşaqlığını qızım həyat yoldaşını, digər qızın bacısını canlandırıb. Bakıdan gec gəlməli idi. Dedi ki, Cahangir səninlə getsin. Heç vaxt belə şey olmayıb. Çəkilişi bitirdik, dedim bitdi. Mənə dedi ki, qoy hamı getsin, ikimiz qalaq. Şuşanı gəzək, uşaqlıq yerlərində olaq. Harda qaçmışıq, uşaqlarla oynamışıq, gəzək. 2 saat Cabirlə gəzdik, qarış-qarış gəzdik. Doğulduğumuz evdən yuxarı məhəllələrə kimi. Ayaqla gəzib, hava qaralanda otelə qayıtdıq. İnsan nəyisə hiss edir, o nəyisə hiss edirmiş ki, uşaqlıq yerlərini gedib gəzdi. Fikir edirdi ki, niyə bizə qadağalar qoyublar, ged araşdır. Cavab verdim ki, düzələcək, qismətimizdir. İstənilən sənətkarın karyerasına bu qadağa yaraşıq verir. 2019-cu ildə ölkə rəhbərliyi ilə görüşdük və qadağa aradan qaldırıldı. Cabirin sevincinin həddi yox idi. Özünə yer tapa bilmirdi.